Əhlibeyt eşqi ilə bağlanan iki qəlb. Onlar bu dünyanın səs-küyündə tanış olmadılar. Nə baxışların təsadüfi başlanğıc, nə də sözlərin cazibəsi. Onları birləşdirən şey qəlblərində eyni adların titrəməsi idi. Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyin. Qız sakit idi, sözləri az, niyyəti dərin. Hər dua edəndə adını pıçıldadığı biri vardı. Xanım Zəhra. O Zəhranın səbrində özünü tapmışdı. Susanda da danışırdı qəlbi. Göz yaşı axanda belə şikayət etməzdi, deyərdi. Zəhra səbr etdisə, mən kiməm ki dözə bilməyim. Oğlan isə dik duruşlu idi. Sanki çiynində görünməz bir məsuliyyət daşıyırdı. Əlinin ədaləti ilə böyümüşdü. Haqq harda əzilsə, qəlbi orada sızlayardı. Deyərdi, Əliyə aşiq olan zülmə susmaz. Onlar bir-birinə sevgi sözləri ilə yox, dua ilə yaxınlaşdılar. Danışanda dünyadan az, axirətdən çox danışardılar. Bir gün qız dedi, mən sevgi istəmirəm ki, məni Allahdan uzaqlaşdırsın. Oğlan cavab verdi, mən də sevgi istəmirəm ki, Hüseynin yolundan çıxarsın.